Əgər oturarkən bel ağrınız artırsa, bu bir neçə səbəbdən ola bilər. Sakroiliak oynaq mənşəli dediyimiz omaqalça oynağından qaynaqlı ola bilər. Piriformis sindromu dediyimiz armuda bənzər əzələrin oturaq sinirin sıxışdırması nəticəsində ola bilər. İskial bursit dediyimiz oturaq sümüyünün ətrafında olan bursanın iltihablaşması nəticəsində ola bilər. Və yaxud büzdüm nahiyəsində olan ağrılar, koksikodiya dediyimiz büzdüm nahiyəsində olan problemlərdən qaynaqlana bilər. Bundan başqa, yəni burada diskogen mənşəli, disk mənşəli ağrılar ola bilər ki, bu da fəqərarası qığırdağın strukturunun pozulması nəticəsində yarana bilər ki, bu eyni zamanda önə doğru əyilərkən də ağrı verə bilər, ağrını artıra bilər. Bunlar disk yırtığı ilə qarışdırılmamalıdır. Əgər oturduğunuz yerdən qalxarkən ağrılarınız artırsa, bu əzələ mənşəli ağrılar və yaxud da beldəki kiçik oynaqlardan qaynaqlanan ağrılar ola bilər ki, buna da fasit mənşəli ağrılar deyirik. Əgər yeriyərkən ağrılarınız artırsa, bu onural kanalının bel nahiyəsinin darlığının nəticəsində yarana bilər. Əgər arxaya doğru əyilərkən ağrılarınız artırsa, bu fəqərə sürüşməsi dediyimiz spondilolistezis və ya fasit mənşəli ağrılar ola bilər. Önə doğru əyilərkən ağrılarınız artırsa isə bu diskogen mənşəli və ya fəqərarası disk yırtığının nəticəsində ola bilər.